Qoç bürcü 19 iyun 2025-ci il iş və digər vacib məsələlər üçün yaxşı gündür. Nüfuzlu insanların dəstəyini ala, rəhbərliyin gözündə özünüzü yaxşı göstərə, karyera nərdivanında yüksəlmə şansınızı artıra biləcəksiniz. Bir çox qoç xüsusilə optimist olacaq. Ona görə də hər hansı kiçik çətinliklərin öhdəsindən asanlıqla gələcəklər. Cazibədarlığınıza müqavimət göstərmək çətin olacaq. Bu nəinki bəzi ciddi problemləri həll etməyə, həm də son vaxtlar çox yaxşı münasibət qurmadığınız insanlarla münasibətlərinizi yaxşılaşdırmağa kömək edəcək. Boğa bürcü 19 iyun 2025-ci il. Gün ən asan olmayacaq, amma çox şey sizdən asılı olacaq. Bəzi boğalar düzgün insanlarda yaxşı təsirat yarada, özlərini inamlı lider kimi göstərə, perspektivli əlaqələr qura biləcəklər. Bununla belə həddindən artıq özünə hörmət sizə qəddar bir zarafat edə bilər. Hər vəziyyətdə öz yolunuza israr etməyə çalışmamalısınız. Bəzən kiçik güzəştlərə getmək daha ağıllı olardı. Artan əsaslıq günortadan sonra düzgün qərarlar qəbul etməyinizə mane olacaq. Bütün ideyalarınız reallaşmayacaq. Lakin bu daha yaxşıya doğru olacaq. Əkizlər bürcü 19 iyun 2025-ci il. Gün çoxlu yaxşı fürsətlər gətirəcək və onlardan yararlanmağı bacarsanız qalib siz olacaqsınız. Əkizlərin əksəriyyəti nüfuzlu insanların diqqətini öz işlərinə cəlb edə, onlardan lazımi dəstəyi ala biləcəklər. Optimist münasibətiniz istənilən mürəkkəb və dolaşıq işlərin öhdəsindən gəlməyə kömək edəcək. İdarə edilməz görünən layihələri irəli aparmaq imkanınız olacaq. Dostlarla ünsiyyət, yeni insanlarla tanış olmaq, flört etmək və münasibətə başlamaq üçün yaxşı gündür. Son dərəcə cəlb edici olacaqsınız. Buna görə də bir çox insan diqqətinizi cəlb etməyə çalışacaq. Xərçəng bürcü 19 iyun 2025-ci il. Günün başlanğıcı vacib məsələlər üçün çox münasib deyil. Əksər xərçənglər güclərini toplamaqda və işə hazırlaşmaqda çətinlik çəkəcəklər. Vəzifələrinizə laqeydlik etmək, əvvəllər verdiyiniz vədləri unutmaq istəyəcəksiniz. Bununla belə özünüzü bir yerə çəkməyə çalışmağa dəyər. Əks halda itkilər qaçınmaq və nüfuzunuzu qoruya bilmək. Günün ikinci yarısı kifayət qədər uğurlu inkişaf edəcək. Müsbət meyllər üstünlük təşkil edəcək. Həmişə anlaşmağınız çətin olan insanlarla anlaşa biləcəksiniz. Bir çox ciddi tapşırıqları yerinə yetirə və buraxılmış səhvləri düzəldə biləcəksiniz. Şir bürcü 19 iyun 2025-ci il. Günün ilk yarısında şans sizinlə olacaq. Bir çox şirlər özləri üçün ən çətin və qeyri-adi işlərin öhdəsindən uğurla gələcəklər. Ən yaxşı tərəfinizi göstərmək, işgüzar nüfuzunuzu gücləndirmək, rəhbərliyin gözündə nüfuz qazanmaq şansınız olacaq. Nüfuzlu himayədarların olması mümkündür. Eyni zamanda zəhlə tökən səhvlər, nöqsanlar ola bilər. Heç bir yerə tələsməsəniz, əsəbləşməsəniz və ya əhəmiyyətsiz detallara diqqət yetirməsəniz, onlardan qaçmaq olar. Bəzi işgüzar münasibətlər romantik münasibətlərə çevrilə bilər. Qız bürcü 19 iyun 2025-ci il. Yeni şeylər öyrənmək, mürəkkəb problemlərin həlli üçün çox yaxşı gündür. Sizə tanış olmayan mövzuları başa düşmək sizin üçün asan olacaq. Bugün əldə etdiyiniz biliklər uzun müddət yaddaşınızda qalacaq və yaxın gələcəkdə sizin üçün faydalı olacaqdır. Bəzi qızlar faydalı insanlarla əlaqə qura biləcəklər. Rəhbərlik ilə vacib məsələləri müzakirə etmək, gözləntilərinizi və istəklərinizi bildirmək üçün əla vaxtdır. Onlar sizi mütləq yerləşdirəcəklər. Axşam şəxsi münasibətlər üçün o qədər də əlverişli deyil. Yaxınlarınızla fikir ayrılıqlarının qarşısını almaq çətin olacaq. Lakin təmkin və incəlik kobud kənarları hamarlaşdırmağa kömək edəcək. Tərəzi bürcü 19 iyun 2025-ci il. Bu gündən çox şey gözləməyin. Vəziyyətlər həmişə istədiyiniz kimi getməyəcək. Əksər tərəzilər hətta tanış işlərin öhdəsindən gəlməkdə çətinlik çəkəcəklər. Hər şey düzələcək. Ancaq adi haldan daha çox vaxt və səy sərf etməli olacaqsınız. Siz talih yüklü qərarlar qəbul etməməli, iri miqyaslı layihələrə başlamamalısınız. Günün sonunda əsəbilik və yorğunluq yığılacaq. Bu, aktiv ünsiyyət və ya bayıra çıxmaq üçün ən yaxşı vaxt deyil. Sevdiyiniz insan gücünüzü bərpa etməyə və emosional dəstək verməyə çalışacaq. Əqrəb bürcü 19 iyun 2025-ci il. Olduqca sıx bir gündür. Səbir və dözmə ehtiyacınız olacaq. Bəzi əqrəblər başqaları ilə münaqişəyə və hər hansı məsələ ətrafında mübahisə etməyə meyilli olacaqlar ki, bu da onların nüfuzuna və birgə işlərinin nəticələrinə yaxşı təsir göstərməyəcək. Əgər emosiyalarınızı idarə edə bilsəniz, başqa insanlarla çoxlu təmas nöqtələri tapacaqsınız. Onlarla qarşılıqlı faydalı şərtlərlə uğurla danışıqlar aparacaqsınız. Axşam üçün vacib məsələlər və ya ciddi söhbətlər planlaşdırmayın. Zövqlü bir şey edin və ya biraz dincəlməyə çalışın. Ox adam bürcü 19 iyun 2025-ci il. Gün aktiv və hadisələrli olacaq. Ona görə də anı dəyərləndirin. Müxtəlif insanlarla çoxlu söhbətlər edəcək. Onların hər birini asanlıqla düzgün yanaşma tapacaqsınız. Bəzi ox atanlar tezliklə əhəmiyyətli rəqabət üstünlüyündən çevriləcək, vacib xəbərlər alacaqlar. Önəmsiz xırda şeylərdən yayınmamağa çalışın. O zaman gözlədiyinizdən daha çox iş görə biləcəksiniz. Hadisələrin gözlənilməz dönüşləri ilə qarşılaşmalı olacaqsınız. Lakin kifayət qədərsə ilə istənilən vəziyyəti öz xeyrinizə çevirəcəksiniz. Həyatınızda mühüm rol oynayacaq qeyri-adi insanlarla görüşlər ehtimal olunur.
Oğlaq bürcü 19 iyun 2025-ci il. Gün kifayət qədər ziddiyyətli olacaq, lakin bir çox çətinliklərin öhdəsindən gələcəksiniz. Bəzi oğlaqlar öz öhdəliklərini unutmaq istəyəcəklər, lakin bu şübhəsiz ki, maliyyə etkilərinə səbəb olacaq. Buna görə də zəif tərəflərinizə təslim olmamalısınız. Əks halda öz ehtiyatsızlığınızdan tezliklə peşman olacaqsınız. Yeni başlanğıclar üçün yaxşı vaxt deyil, lakin bütün yarımçıq işləri başa çatdırmaqda əl olacaq. Günün ikinci yarısı mühüm məsələlərin həlli məsuliyyətli danışıqlar aparılması üçün qeyri-adi dərəcədə əlverişlidir. Yaşlı qohumların və təcrübəli dostların məsləhətlərinə laqeyd yanaşmayın. Dolça bürcü 19 iyun 2025-ci il. Vaxtınızı boş yerə sərf etməsəniz çox şeyə nail ola bilərsiniz. Günün ilk yarısı xüsusilə uğurlu olacaq. Ona görə də bu zaman üçün xüsusilə çətin işləri planlaşdırmaq daha yaxşıdır. Bir çox dolçalar optimist olacaq və öz həvəsləri ilə başqalarına sirayət edə biləcəklər. Müttəfiqlərlə birgə layihələrə başlamaq üçün əlverişli zamandır. Əhəmiyyətli heç nəyi axşama qədər təxirə salmamalısınız. Duyğularınızın öhdəsindən gəlmək, düzgün qərarlar verməkdə çətinlik çəkəcəksiniz. Ancaq başladığınız hər şeyi başa çatdıra, nəticələri yekunlaşdıra, gələcək üçün faydalı nəticələr çıxara biləcəksiniz. Balıqlar bürcü 19 iyun 2025-ci il. Hər şey rəvan getməyəcək, lakin günün ilk yarısı kifayət qədər uğurlu olacaq. Bir çox balıqlar güc artımı hiss edəcəklər. Buna görə də ən çətin işlərin öhdəsindən uğurla gələcəklər. Gizli istedadlar oyanacaq. Bu çətin vəziyyətlərdə həll yollar tapmaq üçün faydalı olacaq. Ola bilər ki, sizin üzərinizə əlavə öhdəliklər götürməli olacaqsınız. Lakin bu karyeranıza ən yaxşı təsirini göstərəcək. Günün ikinci yarısında emosiyaların öhdəsindən gəlmək, əsaslı qərarlar qəbul etmək və səhvlərdən qaçmaq çətin olacaq. Yaxınlarınızla münaqişələrdən qaçmağa diqqət edin. Əks halda münasibətləri bərpa etmək asan olmayacaq.